Bizim 3 faz aparatımız. Baxın, 7 kilovat yarım Rus mühərriki, avtomadı torpedası. Bu bunun 2'nin 6'ya 5 metrlik, başı doqqalı, bax 3 fazadan 0 faza 4. Doqqalı şnur, 32 bıçaqlı konstruksiya, sarxan stili. Bu stili mən yaratmışam. Onluq materialdan, qalın Rus materialından. Üst bunker hissəsi, arxa bıqdan şpindili cift kəsmək üçün 4 setkası, 1, 2, 3, 4 setkası və üstünün təkləri. İnşallah gedir aparatımız Zərdab şəhərinə. İnşallah aparıb çəkiliş eləyəcəm, orada qoyacam da səhiyyə baxasınız. Əlavə müştəriyə məsləhət gördüm ki, bu doqqadan alsın. Dedi, usta al gətir, üstünə doqqanı pulun verəcəm. Yəni siz çox çəkilişlərimdə bu doqqa yox idi. Bu avtomatdan çıxırdı, bunu prama rubiniyə qoşurduq, amma bu doqqalıdır. Bax göstərəm. Bunun doqqa olan hissəsi də burada qalır. Bağlamışam bura, baxın. Bura belə avtomat. Yandır, söndür və bunun doqqası da daha 3 faza. Axşam bir müştərimiz deyir ki, ay usta 3 faza deyir. Mən də yazdım ki, qardaş bu 3 fazadır. 1, 2, 3. Mənə deyir ki, o 0 faza üçündür. Mən də dedim ki, qardaşım bu sırf 3 faza üçündür. Baxa bilərsiniz. Qardaşım üstündə yazısı da var. 220 və 380. Doqqa. 0 fazanın katokları ayrı olur qardaşım. 0 fazanın katokları belə olur. Bu katok burada olur. Videonu saxlayalım, baxın. Katoku açıram buradan. Çıxardıram. Tamam. Bax bu 0 fazanın katokudur. Katok rozetkası. Bu 0 fazadır. Baxın. 0 faza belədir. Bu isə 3 fazanın katokudur. Axşam müştəri görə məndən səhv tutmaq istəyir. Dedim qardaşım, sən səhv eləmə, sən səhv elə oğlansan. 3 dənə faz girir. 3 vilkalı, strapilli və 3 doqqalı. Mənə deyir ki, usta, o 0 fazadır. Deyirəm qardaş, 0 faza deyil bu. 3 faza üçündür. Bax dədə. Bax atam. Üstündə yazıla bilər. Amma sırf qanunu 3 faza üçün odur. Sırf qanunu 0 faza üçün budur. Bunu hamı tanıyır, hamı bilir. Bunu canlı çəkiliş ilməkdə bildirmək istəyirəm ki, bu toqqa. Alanda da belə toqqadan alın. Bu dözümlüdür. Bu torpeda dözümlüdür və bunlar dözümlüdür.